Xoş gördük əziz dinləyicilər. Ötən gecə, yəni Azərbaycan Cümhuriyyət Günü, məsələn 27-dən 28-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın başına həqiqətən od ələyiblər. Artıq yenə də təkrar olaraq Rusiyanın hava limanları bağlı vəziyyətdə qalıb və insanlar səfərləri edə bilməyiblər. Artıq Ukraynanın PUA-ları və verilmiş silahlar, icazə verilən silahlar öz işini görməyə başlayıb. Bunu birbaşa Rusiyanın, yəni Moskvanın meri birbaşa çatdıraraq bildirib ki, biz hələ 38 dənə PUA-nı da göyə vurmuşuq və zərər çəkməmişik. Bunu Rusiya, Moskvanın meri bildirib. Bununla bərabər həm də maraqlı olan tərəflərdən biri ondan ibarət ki, nəhayət Trump Putinin sifətini qorumağa çalışan, öz hakimiyyətinin artıq 4 ayını Putinin sifətini qorumağa çalışan Trump bezmiş oldu. Trump'ın da yeni bir açıqlama verdi və bildirdi ki, Putin demək olar ki, öz həyatı ilə oyun oynayır, çox ağır bir oyuna girişib və bu ona baha başa gələ bilər. Xatırlayırsınızsa, bunları müəyyən dövrlərdə Zelenski üçün deyirdilər. Biz açıqlama verirdik ki, mümkün deyil, Zelenski tabi olmayacaq, Avropanın üstündən keçmək mümkün deyil, Avropanı Amerika tək qoya bilməz və Trump onları üstələyə bilməz. Düzdür, Moskva hələ də rəsmi Moskva, Putin hakimiyyəti hələ də Trump'a heç bir cavab vermir. Çünki Trump'la münasibətləri isti saxlamaq istəyirlər, amma Trump'ın limiti həqiqətən Amerika daxilində də bitməyə başlayır. Artıq həm demokratlar, həm respublikaçılar 80 nəfərdən çox nümayəndə bildirir ki, Trump istəsə də, istəməsə də elə bir məqama artıq yaxınlaşırıq ki, Rusiyaya qarşı sanksiyalar üst-üstə gələcək və bunun qarşısını Trump ala bilməyəcək və Trump da bunu görür və açıqlama verir ki, bu Rusiya üçün çox ağır, baha başa gələ bilər Rusiya. Və həqiqətən də ona doğru gedir. Biz bundan danışanda bəzi insanlar izah edə bilmirdi, bəzi insanlar başa sala bilmirdi. Və bu günlərdə Putin də bildirdi ki, bu bir müharibədir. Halbuki Putin buna müharibə demirdi, nə bilim antiterror əməliyyatı, xüsusi əməliyyat kimi qeyd edirdi. Güya Ruslara bildirmək istəyirdi ki, valla bu elə daxilimizdə keçən antiterror əməliyyatıdır, xüsusi əməliyyatdır. Amma bu günlərdə isə bildirib ki, bəli, bu müharibədir. Artıq müharibə o bizim kinomuzda bildirdi ki, uzaq sahillərə və uca dağlara da gedib çatdı. Nəhayət, rəsmi Moskva da bunun müharibə olduğunu elan etdi. Və bu gediş əlbəttə ki, Rusiyaya baha başa gələcək. Artıq Zelenski ilə Amerika bu günləri Avropanın başını çəkən, həqiqətən Avropada bir xarizmatik lider olaraq Friedrich Merz səmimi bir görüş həyata keçirdi. Böyük ehtimal artıq taarruzlar yoldadır və artıq bu dəfə Avropa heç bir silahın adını çəkmədən, təmənnasız surətdə, heç bir silahın adını çəkmədən birbaşa Ukraynaya verir və bildirir ki, artıq haranı vurmaq istədiyin sənə bağlıdır, necə istəyirsən elə də iştirak edə. Bəli, nəhayət Avropada, nəhayət Amerikada, məhz Trump da başa düşür ki, müharibəni saxlamağın yolu, Rusiyanı diz çöktürməyin yolu, kapitulyasiyaya salmağın yolu yalnız birdir. Ukraynaya yardım etməklə, Ukraynaya ciddi dəstək verməklə Rusiyanı fakt qarşısında qoymaq və çöktürmək. Bundan başqa sülhün yolu, atəşkəsin yolu yoxdur. Təcavüzkar məğlub olmalıdır, təcavüzkar məhv olmalıdır və 1945-ci il sentyabrın 1-də necə ki, militarist Yaponiya diz çöktürüldü Missuri gəmisində, bəs bu günlərə də imperialist, təcavüzkar Rusiya çöktürülməlidir ki, bu bütün dünyaya da, təcavüzkarlara da dərs olsun və bu müharibənin ən yaxşı sülhə gedən yolu yalnız və yalnız Ukraynaya yardım etməkdir ki, nəhayət Amerika və Avropa ayaqdadır, bunu nəhayət başa düşdülər. Təşəkkür edirəm.